Azərbaycan Televiziyasının Mədəniyyət kanalının Zaman və Məkan proqramının çəkiliş qrupu bugün sizinlə növbəti görüşə gəlibdir. Və bizim bu növbəti görüşümüz çox əlamətdar günlər ərəfəsində baş verir. Qarşıdan yeni il gəlir və dünya azərbaycanlılarının həmrəyliyi bayramı qarşıda bizi gözləyir. Və hesab edirəm ki, bu bayramlar hər bir vətəndaşın ürəyindən xəbər verən, onun gələcək arzularının qurulmasına rəvac verən günlər olacaqdır. Tarixdən biz həmişə söhbət edirik. Məlumdur ki, dünya sivilizasiyasının inkişafında müxtəlif xalqlar iştirak etmişlər və hər bir xalq ümumbəşəri mədəniyyət kontekstində özünün milli dəyərlərini vermişdir və bunlar bütün dünyada yayılmışdır və mədəniyyətlərin inkişafına xidmət etmişdir. Təbii ki, o cümlədən Azərbaycan xalqı da uzun əsrlər boyu dünya sivilizasiyasına çox dəyərli əsərlər bəxş etmişdir. Azərbaycan xalqının görkəmli sənətkarları, alimlər, filosoflar, görkəmli sənət adamları, yaradıcı insanlar mədəniyyətin müxtəlif sahələrində, təsviri sənətdə, ədəbiyyatda, musiqidə, yaxud məsələn el sənəti nümunələri yaratmaqla, xalq yaradıcılığı nümunələri yaratmaqla bəşər mədəniyyətini daha da zənginləşdirmişlər və sənət inciləri ilə dünyanı deməli daha da gözəlləşdirmişlər. Dediyim kimi elə dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində biz Azərbaycan xalqının keçdiyi bu yola nəzər salmaqla söhbətimizi davam etdirəcəyik. Və bu söhbətimizdə biz bugün tanınmış ziyalı Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, Texnika elmləri doktoru Professor Rasim Əliquliyevlə tərəf müqabili olacaq. Xoş gəlmişsiniz Rasim müəllim proqramımıza. Zaman ayırdığınıza görə sizə təşəkkür edirəm. Biz söhbətlərimizin birində elmlə bağlı danışarkən müasir elm növlərinin yarandığını da qeyd etmişdik və orada kibernetika elminin xüsusilə yarandığını və digər elmlərin mən sizinlə söhbətə hazırlaşarkən mən baxdım ki, siz texnika elmləri ilə məşğul olarkən kibernetika institutunda da çalışmışsınız və demək müasir elmin bir bələdçisi, ona tanış olan bir insan kimi sonradan informasiya texnologiyaları ilə məşğul olmuşsunuz və biz bu barədə söhbətimizi bir qədər genişləndirəcəyik. Ancaq mən öncə dediyim kimi dünya azərbaycanlılarının həmrəyliyi gün ərəfəsində Azərbaycan xalqının zaman-zaman keçdiyi bu dövrlərdə yaratdığı mədəniyyət inciləri, mədəni dəyərlər, bu barədə ilk öncə bir sizin də fikrinizi istərdim alam və sonra biz söhbətimizi davam etdirək. Əvvəla təşəkkür edirəm ki, mənə bu verilişə dəvət etmişsiniz. Mən də fürsətdən istifadə edib institutun kollektivi adından bütün dünya azərbaycanlılarını təbrik edirəm. Çünki 21-ci əsrin başlanğıcında dünya azərbaycanlılarının taleyinə elə bir dövr qismət olubdur ki, artıq müstəqil Azərbaycanımız vardır və bununla yanaşı dünyanı bir-birinə birləşdirən yeni bir dünya formalaşır, virtual dünya formalaşır. Bu da dünya azərbaycanlılarının bir-birinə yaxınlaşmasına, vahid ideologiya ətrafında birləşməsinə gətirib çıxarır. Bu barədə bir qədər sonra biz müzakirə apararıq və onu qeyd etmək istəyirəm ki, Azərbaycan diasporası tarixən müxtəlif tarix yaşamışdır. Çünki xalqımız xarici təcavüzlərin nəticəsində, imperiyaların təsiri nəticəsində mən deyərdim ki, səfələnmiş biraz yumuşaq görsənir, pərən-pərən düşmüşdür. Bütün qütblər üzrə, elə şərqə, qərbə, şimala və s. və pərən-pərən düşmüşdür və məlum səbəblərdən, yəni bunun obyektiv tərəfi də var, subyektiv tərəfi də var. Məlum səbəblərdən insanlar, yəni Azərbaycanlılar bir-birini tanımaq imkanları əldə edə bilməmişlər. Yəni, obyektiv səbəblər ondan ibarətdir ki, bunlar istəsə də mümkün deyildi. Çünki o vaxtları texnologiyanın vəziyyəti elə idi ki,
bunlar bir-biri ilə əlaqə saxlaya bilməzdilər istəsəydilər də. Amma onun subyektiv tərəfindən ibarətdir ki, bu azərbaycanlılar ayrı-ayrı ölkələrin tərkibində, ayrı-ayrı dini mühitdə, siyasi mühitdə, ayrı-ayrı imperiyaların təsiri altında olublar və onlar istəsə də bu birləşmə, bu yaxınlaşma imkanları olmayıbdır. Amma taleyimizə qeyd etdiyim ki, o dövr qismət olubdur ki, artıq 1991-ci ildən Azərbaycan müstəqil olubdur. Dünyada artıq bir müstəqil dövlət kimi tanınmağa başlayıbdır və 20 il ərzində Azərbaycan çox yüksək sürətlə inkişaf eləyərək, baxmayaraq ki, bizim Qarabağ problemimiz var, qaçqınlarımız var və s. Amma bunlara baxmayaraq Azərbaycan inkişaf eləyibdir və bir missiyanı da özlərinə götürübdür. Yəni, müstəqil Azərbaycan bütün dünya Azərbaycanlarının ana vətənidir, tarixi vətənidir və dünyanın hansı ölkəsində yaşamasının asılı olmayaraq həmin ölkələrə dəstək verərək o səpələnmiş, pərən-pərən düşmüş, pərakəndə şəklində fəaliyyət göstərən Azərbaycanlıları vahid bir ideologiya ətrafında, vahid bir bayraq ətrafında birləşməsinə demək, çağırış etmişdir və bu 20 il ərzində Azərbaycanlıların nisbətən də, indi onu biz müzakirə edərik, nisbətən də təşkilatlanmasına nail olmuşdur və əlbəttə ki, öndə böyük vəzifələr vardır. İkinci mən bir məqama toxunmaq istəyirəm ki, Akif müəllim, biz o müstəqilimizi əldə etməklə yanaşı artıq bizim hansısa bir ölkənin qarşısında öhdəliyimiz olmadı. Yəni ki, heç bir məhdudiyyət olmadan Azərbaycan dövləti özünün müstəqil həyata keçirərək, eyni zamanda 21-ci əsrin başlanğıcında, keçən əsrin sonlarında dünyada yeni bir elmi texnoloji inqilab baş verdi. Yəni, informasiya texnologiyaları böyük imkanlar qazandı və bu imkanlardan da əlbəttə ki, Azərbaycan xalqı da bəhrələnməyə başladı. Siz tarixi məqamlara toxundunuz, Azərbaycan xalqının tarixi ilə bağlı məqamlara və siz deyirsiniz, pərən-pərən düşməyinə səbəb olan müxtəlif amillər olmuşdur. Həqiqətən də Azərbaycan bir ərazisi həmişə müxtəlif yad elliləri cəlb etmişdir. Həm zəngin təbii sərvətləri ilə, həm insanlarının qeyri-adi istedadı ilə, bəlkə də bacarığı ilə və o siz dediyiniz kimi tarixi dövrlərdə müxtəlif vuruşlar, döyüşlər, üzüntülü müharibələr və s. Azərbaycan xalqına çox ciddi təsir edibdir. Amma buna baxmayaraq yenə də bu günləri Azərbaycan xalqı 50 milyon Azərbaycan xalqı bütün dünyada var və öz imzalar içində var. Və biz əgər dünya Azərbaycanlıların həmrəyliyi söhbətindən danışırıqsa, heç şübhəsiz ki, həmən günün yaranmasını biz xatırlamaya bilmərik və hörmətli tamaşaçılar da yəqin ki, yaxşı xatırlayır 1989-cu ilin soyuq qış günlərini, dekabr aylarını, o zaman keçmiş Sovet imperiyasında yaranan şəraitdən istifadə edərək Azərbaycan xalqı özünün müstəqilliyinə qovuşmaq üçün yəni ki, ayağa qalxmışdı və məhz o zaman ilk dəfə Naxçıvanda imperiyanın sərhədlərinə xalq tökülüşdü və o sərhədləri dağıtdı və cənubdakı qardaşları ilə qovuşmaq arzusu ilə bir-birindən yəni görüşmək istədi və o zaman da Ulu Öndər Heydər Əliyev məhz 31 dekabr Azərbaycanlıların həmrəyliyi günü elan olunması qərarını verdi və o gündən də sonra bu təsdiq olundu və Azərbaycanlıların, dünya Azərbaycanlı həmrəyliyi günü qeyd olunur, hər il bütün dünyada qeyd olunur. Və siz də çox dəqiq qeyd edirsiniz ki, Azərbaycanlılar müxtəlif zamanlarda, müxtəlif məkanlara pərən-pərən düşmüşlər, dağılmışlar, orada yaşamağa məcbur olmuşlar və yaxud məsələn döyüş olmasın, kimsə təhsil almaq üçün gedibdir, kimsə hansısa başqa səbəblərdən gedibdir və müxtəlif yerlərdə yaşayıblar. Və bəzən də məskunlaşdığı yerlərin məsələn dilini öyrənib, mədəniyyətini götürüblər və s. Amma həmən dediyim bu dövrdə Dünya Azərbaycanlı həmrəyliyi ideyası ortaya atılandan sonra Ulu Öndər tərəfindən artıq Azərbaycan xalqı tədricən bütövləşməyə, birləşməyə, yəni bir ana vətən ətrafında toplaşmağa başlayıblar. Və bu heç zaman olmayıbdır və biz bunu heç zaman əvvəllər ancaq arzulaya bilərdik ki, dünyada yaşayan Azərbaycanlılar digər məsələn xalqlar kimi bir-birlərini tanısın, əlaqədə olsun. Və bu əlaqə heç də mütləq deyil ki, məhz bir torpağın üstündə hamı yaşasın ya bir məkanda məskunlaşsınlar və s. Müxtəlif ölkələrdə yaşasalar da bunların əlaqələri olub və biz də sizlə informasiya texnologiyaları ilə bağlı söhbət elədik
və hesab edirəm ki, sizin məşğul olduğunuz sahə o qədər maraqlıdır ki, tamamilə yenidir. O baxımdan ki, dünyanın müxtəlif ölkələrində, yəni biz indi dünya əvvəllər bizə böyük görünürdü, indi çox balacadır dünya. Çünki informasiya texnologiyaları anın surətdə bir anın, bir neçə dəqiqənin içində əlaqələr yaratmağa imkan verir. Yəni artıq Azərbaycanlılar o informasiya məkanında da toplaşırlar, birləşirlər və bu sizin məşğul olduğunuz sahə olduğuna görə hesab edirəm ki, siz bu mövzunu daha yaxşı davam etdirə bilərsiniz. Tamamilə doğrudur. Çünki qeyd etdiyim kimi xoşbəxtlikdən belə bir texnologiya meydana çıxıbdır. Çünki bu texnologiyalar olmasaydı Azərbaycanlılar hansı ölkədə yaşayırlarsa orada assimilyasiya olunurdular. Çünki müəyyən məlumatlara, yəni Azərbaycanda olan məlumatlara, mədəniyyətə, folklora, musiqiyə, burada gedən bütün o ictimai-siyasi proseslərə çıxış imkanları olmadığından onlar zaman-zaman, hətta mən təəssüflə qeyd edirəm ki, bəzi Azərbaycanlıların heç adı da qalmayıbdır. Yəni onlar hamısı belə əriyibdir, assimilyasiya olunubdur, cəmiyyət tərəfindən sorulub gedibdir. Yəni heç bunların haqqında danışmağın da heç belə təəssüflə qeyd edirəm ki, belə hallar vardır. Ona görə də bu informasiya texnologiyaların gəlməsi və dünyada yeni bir o texnoloji kommunikasiya mühitinin yaratması, insanları bir belə deyək ki, süfrə ətrafına, bir belə bir internet ətrafında toplanması Azərbaycan xalqı üçün çox böyük nemətdir. Yəni ümumiyyətlə internet bəlkə də elmin sonuncu ən böyük kəşflərindən biridir. Bəli, bəli. Bunu mən tamamilə sizlə razıyam mən. Ona görə də qeyd etdiyimiz kimi ayrı ölkələrdə yaşamasına asılı olmayaraq artıq dünya Azərbaycanlıları, birincisi onu mən qeyd etmək istəyirəm ki, vaxtilə müstəqil Azərbaycan yox idi və dünya üzrə Azərbaycanın bayrağı olmadığından, öz belə müstəqil torpağı olmadığından, müstəqil vətənimiz olmadığımızdan insanların hansısa bir mərkəz ətrafında toplaşması imkanları yox idi. Çünki biz ayrı imperialın tərkibində olmuşuq və özümüzün siyasətimizi qurmağa imkan verməyiblər, danışmağa imkan verməyiblər, kommunikasiya münasibətləri imkan verməyiblər. Bunu hamısını biz tarixdən bilirik. Ona görə də bu günləri sərbəst olaraq heç bir məhdudiyyət olmadan internet üzərindən formalaşan yeni bir dünya, o virtual dünyanın imkanlarını istifadə edərək bütün dünya Azərbaycanlılarının qeyri-məhdud olaraq bir-birinə münasibət yaratması və bir də ki, orada indi Azərbaycanın bütün ayrı-ayrı o milli mənəvi dəyərlərinə aid olan veb saytlarının meydana gəlməsi, musiqimiz, folklorumuz, mənəviyyatımız, tariximiz, ədəbiyyatımız, dilimiz, nəyimiz varsa get-gedə o virtual məkana inikas olunması, orada elektron resursların yaradılması artıq hər bir Azərbaycanlının özünün artıq o milli yaddaşını özünə qaytarır. Yəni onun fərz eləyək ki, babasının babası Azərbaycan olubsa, bu bir növü elə bir ki, o qədimdən o gen səsi elə bir ki, buna çağırış edir ki, bax gör sən hansı millətə mənsubsan. Elə onu düz deyirsiniz. Milləti bəlkə də millət eləyən onun milli yaddaşının daim ayaq olması, onun yadda saxlanması, aktiv olması, keçmişi özündə daşıması. Yəni onu unudarsa bu mankurtluğa gətirib çıxarır. Nəsilləri amma o milli yaddaş, genetik yaddaş daim insanla yaşayırsa, o həmən millətin harda olmasından asılı olmayaraq, harda hansı məkanda olmasından asılı olmayaraq, o millətin oğlu kimi, milli yaddaşın özü, milli yaddaşın özü formalaşır, inkişaf eləyir. Milli yaddaş özü bir informasiya daşıyıcısı olmaqla, bir ictimai bir mühit olmaqla o keçmişdən gələn bütün səsləri, bilikləri özündə daşıyır və onu həm eyni zamanda o insanlara çatdırır. İndi müəyyən üsullarla, kitablarla, təhsillə, elmlə, televiziya vasitəsilə onu çatdırır. Eyni zamanda gələcək nəsillərə o bilikləri ötürür. Yəni milli yaddaşın həmişə aktiv olması, inkişaf etməsi özdəki onun bir müəyyən bir məkanla yox, artıq virtual məkanda aktiv olması. Yəni heç bir məkandan asılı olmadan, heç bir zamandan asılı olmadan bütün dünya üçün əl-yetər olması ümumiyyətlə o dünya Azərbaycanlılarının monolitləşməsinə, həmrəy olmasına, vahid ideologiyasına birləşməsinə və eyni zamanda da artıq dünyada bir güc mərkəzi kimi, bir güc kimi ortaya çıxmasına və Azərbaycanın bütün anlamlarda, həm məkan mənasında, həm də ki, ümumiyyətlə mənəviyyat mənasında onun müstəqilliyinin təmin olunmasına böyük dəstək verir. Dəstək verir və bizim dövlətimiz də bu internetin inkişafına, informasiya texnologiyanın inkişafına xüsusi fikir verir, diqqət göstərir, lazım olan bütün şəraiti yaradır ki, Azərbaycanda indi məsələn kompüter vaxtı ilə qeyri-adi bir şey kimi baxırsa, indi adidir, yəni bütün ailələrdə, bütün evlərdə, bütün insanlar kompüterdən istifadə edirlər. İnternet əvvəllər əgər məsələn bir neçə az saylı adamlar istifadə edirsə, indi artıq kütləvi şəkildə Azərbaycanlılar
insanlar internetə daxil olurlar və internet vasitəsilə müxtəlif, yəni o yazışmalardan tutmuş informasiya qəbul etməyə qədər. Yəni bu Azərbaycan həqiqətən də son illər özünün o iqtisadi inkişafının nəticəsi olaraq bəlkə də bax bu cür virtual bir aləmdə artıq öz yerini tutubdur. Bəli. Və çox maraqlıdır ki, məsələn, bir var planet üzərində bir məkanda biz mövcuduq. Bir də var bu planetdən yuxarıda, bu virtual bir məkanda bir Azərbaycan var. Bəli. Və Azərbaycanın olduğunu artıq bu planet üzərindəki Azərbaycana ancaq gərək gəlib burada tanış olasan. Amma virtual məkanda olan Azərbaycanla istənilən xalq, istənilən ölkədən tanış ola bilər, daxil olur o saytlara və o informasiyanı götürür. Və bu da heç şübhəsiz ki, Azərbaycanlıların inkişafını da şərtləndirir. Çünki bizim hörmətli prezidentimizin də dediyi kimi iqtisadi inkişafımız, məsələn, neft kapitalını biz həmişə çalışırıq, çox olsun Azərbaycanın inkişafı üçün. Ancaq o həmişə qeyd edib ki, biz insan kapitalının inkişafına xüsusi diqqət verməliyik. Çünki Azərbaycanlılar insanlar olaraq dünyaya çıxmalıdırlar və dünyaya tanıtmalıdırlar. Mən bir fakta demək toxunmaq istəyirəm. Siz düz qeyd edirsiniz ki, Akif müəllim, internet insanları artıq bir yerə yığır və eyni mədəniyyət ətrafında formalaşdırır. Mən hələ faktlar bilirəm ki, bizim məsəl üçün Azərbaycanda heç olmayıblar, yəni ki, müəyyən səbəblərdən gəlməyiblər bizim bu tarixi vətənimizə. Amma onlar internetin imkanlarından istifadə edib orada toy keçirirlər, ad günü keçirirlər. Çünki internetdə bizim muğamımız, bizim musiqimiz, bütün ədəbiyyatımız, şairlərimiz və s. o internetdəki olan məlumatlar əlyetir olduğu üçün artıq internetdə Azərbaycanla bağlı çoxlu sayda materiallar vardır. Onun imkanlarından istifadə edirlər. Xeyir işləri keçirirlər, müxtəlif ad günləri keçirirlər, toylar eləyirlər. Ona görə də sanki yer kürəsi balaca bir vətənə çevrilibdir və bunun özü də əlbəttə ki, Azərbaycanlıların özünün təşkilatlanması, diaspor şəklində formalaşmasına böyük imkan yaranıbdır. Mən xüsusilə onu qeyd etmək istəyirəm ki, insanların bir yerdə hələ toplaşması diaspora deyil. Çünki diasporanın özünün formalaşması çox çətin prosesdir. Ayrı-ayrı xalqların tarixinə bir baxanda görürük ki, hətta min illər lazım olur onların yüksək səviyyədə diaspor formasına gəlib çıxmasına. Ona görə də Azərbaycanda son 20 il ərzində ümumilli liderimiz tərəfindən ortaya qoyulan Azərbaycan diasporasına dəstək, onun formalaşması, yönəldilməsi, inkişaf etdirilməsi kimi belə ideyalar artıq öz bəhrəsini verməkdədir və eyni zamanda diaspora özü ayrı-ayrı ölkələrdə o ölkələrin qanunvericilik tərəflərinə hörmət etməklə, yəni separatçılığa dəstək vermədən, yəni ki, biz bunların hamısı hörmətlə yanaşırıq. Yəni ayrı-ayrı ölkələrdə o Azərbaycanlılara hər cür dəstək verilir ki, onlar diaspora şəklində formalaşsınlar. Özdəki, belə deyək ki, bir pasiv kütlə şəklində yox. Onlar aktiv şəkildə elmdə, təhsildə, siyasətdə, bank maliyyə fəaliyyətində aktiv olsunlar və diasporanın özünün daxildən təşkilatlaması daha da yüksək intellektual səviyyədə olsunlar ki, onlar mənsub olduğu ölkədə Azərbaycan maraqlarını, Azərbaycan dövləti maraqlarını, bu günləri yaralı yerimiz olan Qarabağ həqiqətlərini və digər bizim tarixi həqiqətlərimizin çatdırılması üçün imkan əldə etsinlər. Çünki savadı olmayan kütlədən əlbəttə ki, böyük bir potensial gözləmək sadəlövlük olardı. Ona görə də Azərbaycan dövləti çalışır ki, xaricdə olan bizim Azərbaycanlılara maliyyə dəstəyi göstərməklə onlar təşkilatlansınlar, daha da yüksək səviyyədə cəmiyyətin o üst təbəqəsində təmsil olsunlar ki, o ölkənin fəaliyyətinə yaxından iştirak etməklə, o dövlətə xidmət etməklə, yəni biz burada qəbahət görmürük, çünki Azərbaycanlılar o ölkədə yaşamaqla, orada inteqrasiya olunmaqla eyni zamanda onun bir Azərbaycançılığı, onun o daxilində olan bir o səs var ki, onu heç vaxt yaddan çıxartmasın ki, mən Azərbaycanlıyam. Ümumilli liderimiz demişkən, həmişə dediyi kimi, biz fəxr edirik ki, Azərbaycanlıyıq. Bəli, bax, bu həqiqəti yaddan çıxartmaq şərti ilə öz ölkəsinin o siyasi idarə olunmasında, parlamenti təmsil olunmasında, Azərbaycan maraqlarının lobbiçilik şəklində həyata keçirilməsində dəstək verməsini biz arzulayırıq. Ona görə də mən elə bir Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının bir üzvü kimi deyə bilərəm ki, bu ilin iyul ayında Azərbaycanda bütün dünya Azərbaycanlılarının 3-cü qurultayı keçirildi və dünyanın əksər ölkələrindən Azərbaycan diasporunun təmsilçiləri gəlmişdilər və ümumiyyətlə Azərbaycan diasporunun dünyada formalaşması, onun problemləri, perspektivləri, hansı işi görmək lazımdır. Özdəki bunun ümumi tərəfləri var, ümumi yanaşması var. Eyni zamanda hər bir ölkəyə fərdi yanaşma tələb edir. Çünki hər bir ölkənin özünün dini fərqli olur, siyasəti fərqli olur, etnik münasibətləri fərqli olur. Ona görə də lokal olaraq bu və ya digər ölkədə o etnososial proseslərdə yaxından iştirak etmək
etmək və ölkəmizin o diasporasının həm milli mənəvi, həm sosial mənəvi, həm onun ideoloji, siyasi səviyyələrdə formalaşmasına böyük dəstək verilməsi qurultayda geniş müzakirə olundu. Həmin o qurultayda ölkə başçısı çox dərin məzmunlu çıxış etdi. Azərbaycan diasporasının formalaşmasına Azərbaycan dövlətinin dəstək verməsini rəsmən onu bəyan etdi. Çünki bu diaspora siyasətində Azərbaycan dövləti çox aparıcı rol oynayır və Diaspora İşləri Dövlət Komitəsi də bu işləri çox yüksək səviyyədə həyata keçirir. Ona görə də bu komitənin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiya İnstitutu ümumiyyətlə virtual məkanın formalaşması, orada Azərbaycan həqiqətlərinin əks olunması üçün müxtəlif veb saytların yaradılması, elə mən onu qeyd etmək istəyirəm ki, 2010-cu ilin noyabr ayında Dünya Azərbaycanlıları Gənclərinin Kongresi keçirildi. Birinci kongresi keçirildi Frankfurtda. Orada da virtual həftə sonu məktəbinin yaradılması və bunun bütün dünya Azərbaycanlılarına təqdim olunması, bütün dünya Azərbaycanlıları bilirsiniz ki, hamını dərsliklə təmin etmək qeyri-mümkündür. Çünki bu maddi cəhətdən qeyri-mümkündür. Ona görə də bunun ən səmərəli, ən operativ, yaxşı yolu internetdə Azərbaycanın o orta məktəblərinə aid olan dərsliklərin elektron versiyalarına yerləşdirilməsi və hər bir kəsin özündə də, öz ailəsində bu dərslərdən istifadə etməsi. Biz ora xüsusən ədəbiyyatımızı, tariximizi, folklorumuzu, Azərbaycan dilinə aid olan materiallar yerləşdirmişik ki, bütün dünya Azərbaycanlılar, xüsusən körpələr bundan istifadə etsinlər. Ona görə də Azərbaycan dövləti bu diaspora yaradıcılığına eyni zamanda informasiya texnologiyaların prizmasına dəstək verir ki, mütləq Azərbaycan diasporasına bu dəstək verilməlidir ki, Azərbaycanlılar bundan istifadə etsin, daha da təşkilatlansınlar, daha da həmrəy olsunlar. Elədir. Amma bütün bunlara biz, bax, nə qədər siz faktlar sayırsınız, həm dünya Azərbaycanlılarının qurultayının keçirilməsi, virtual aləmdə orta məktəb yaradılması, Azərbaycanlılar üçün, dünya Azərbaycanlılarının həmrəyliyi, virtual məkanda onların birləşməsi. Amma bütün bunlara biz gəlib çıxana qədər nə qədər əziyyətli yollar keçmişik. Məsələ ondadır ki, biz əvvəldə də qeyd elədik, Azərbaycanlılar əvvəllər müxtəlif ölkələrə səpələnəndə bir-birləri ilə əlaqələri yox idi və Azərbaycanın ən bəlalı, belə bir problemli bəlası olan Dağlıq Qarabağın işğalı faktı bəlkə də heç çox Azərbaycanlılara da aydın deyil idi, bilmirdilər hadisənin mahiyyətini. Çünki biz o dəmir pərdələr arxasında qalaraq bir elə bil ki, özümüz öz dərdimiz içərisində qovrulurduq. Amma müstəqillik əldə etdikdən sonra və biz hamımız da şahidik ki, mühtərəm ulu öndərimiz Heydər Əliyev bütün dünyanın müxtəlif ölkələrini gəzəndə birinci növbədə Azərbaycanlıları toplayıb onlarla bir-bir söhbət aparırdı və onlara məsələlərin mahiyyətini anladırdı və onlara həmişə tövsiyə eləyirdi ki, bayaq siz də dediniz, mən fəxr edirəm ki, Azərbaycanlı. O ideyanı, o Azərbaycançılıq ideyasını onlara sanki aşılayırdı. Müxtəlif ölkələrdə, istər bu ən inkişaf eləmiş Avropa ölkələri olsun, istər başqa bir ölkələr olsun, o getdiyi yerdə mütləq Azərbaycanlıları toplayırdı və onlara diaspora yaratmaq, onları yəni bir yerdə bir icma şəklində bir yerdə əlaqəli işləmək və bunların hamısının da Azərbaycan Respublikası ilə əlaqəsinin qurulmasını yəni tövsiyə eləyirdi. Bu günləri artıq, bax, siz dediyiniz o nailiyyətləri biz görürük, həmən onun təməli o zaman Ulu Öndər tərəfindən qoyulmuşdur. Və bu günləri dünya Azərbaycanlılarının həmrəyliyi günü deyəndə artıq biz dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlılar haqqında məlumatımız var. Onların bizim haqqda məlumatları var. Azərbaycanın Qarabağ problemi artıq bütün dünyaya məlumdur və haqq, ədalət harda olduğunu hamı bilir. Bütün bunlar Azərbaycanın inkişafını göstərən amillərdir. Və mənim üçün yenə də çox maraqlı cəhət o virtual aləmdə Azərbaycanın yəni ki bir birlik olaraq yaranmasıdır, o ideyasıdır. Çünki bəlkə də məsələn elə bir veb sayt olmalıdır ki, o virtual aləmdə Azərbaycan haqqında tamamilə yəni %100 bütün informasiyalar orada toplansın. Və həm öz Azərbaycanlılarımız ondan istifadə eləsin, həm də o əcnəbilər, xaricilər, bilməyənlər, öyrənmək istəyənlər o sayta girərək Azərbaycanın həyatının bütün sahələrinə aid oradan informasiya toplasınlar. Praktika etibarilə bu mümkündürmü və yaxud bu varmı belə bir şey? Yəni əlbəttə ki, onun son nöqtəsi yoxdur ki, bugün desəm ki, belə bir veb sayt yaratmaq olar, belə düzgün olmazdı, amma o istiqamətdə işlər gedir. Yəni söhbət onun vahid bir portalda toplaşmasından ola bilməz. Yəni onun texnoloji cəhətdən o qeyri-mümkündür. Heç ona heç məqsədə uyğun da deyil. Onu mən sizə mütəxəssis kimi deyirəm. Amma o ümumdünya hörümçək torunda orada ayrı veb saytlar var ki, onların arasında hiper əlaqələr var. Elə sanki vahid bir portal kimidir o.
Yəni o portalın da çıxışı bəlkə məsələn təmərküzləşmək olar ki, yox, orada problem yoxdur. Yəni bu günləri internetdə formalaşan axtarış sistemləri elədir ki, elə sanki sən bir dənə saytla işləyirsən. Yəni orada elə bir effekt var ki, yəni onun arxasında hansı proses baş verir, hardan nəyi gətirdi, hansı məlumat, heç bir fərqi yoxdur. Məsələn, Azərbaycan yazıb internetdə daxil olanda bütün o saytlar yəqin ki, orada artıq gəlir. Əksər məlumatları tapmaq olur. Yəni ki, orada problem yoxdur. Çünki o texnologiya mahiyyəti elədir ki, o ümumdünya hörümçək torunun özünün daxili strukturu, daxili əlaqələri, hiper əlaqələri elədir ki, istifadəçi onu sanki bir vahid bir portal kimi görür. Yəni, interneti tanıyırsan sən. İnternetin özünün içərisində o işlərə məşğul olan ayrı-ayrı saytlar var ki, o saytlar onu axtarır, istifadəçilərə təhvil verir. Mən burada başqa bir məqama toxunmaq istəyirəm, Akif müəllim. Bu, dünya azərbaycanlılar virtual məkanda bir yerdə olması, toplaşması, bütün məlumatların həm mübadilə etməsi, bax, onu xüsusilə məqə etməsi, mübadilə etməsi. İndi biz dünya azərbaycanlıları tarixən ayrı ölkələrdə yaşadığımız üçün həmin ölkələrin qrafikasını istifadə etmişik. İndi edirik də bu günlərində qəzetin qrafikası başqa, bütün o əldə olunan materiallar başqa. Baxmayaraq ki, biz təxminən belə müəyyən o ləhcə fərqi olmasına baxmayaraq eyni anlayırıq bir-birimizi, başa düşürük, danışırıq. Mən istəyirəm sözünüz yeri gəlmişkən, mümkündürmü məsələn bir informasiya texnologiyalarının bilicisi kimi siz deyəsiniz? O müxtəlif qrafikalar, tutaq ki, ərəb əlifbası var, kiril var, latın əlifbası və s. Və burada bizim o qədər tariximiz var ki, həmən o yazılarda, onların çoxunu biz məsələn oxuya bilmirik. Çünki əlifbanı birimiz bilmirik, birimiz oxuya bilmirik və s. Yəni mümkündürmü bu texnoloji baxımdan, yəni bu elmin inkişafı baxımından ki, bunların hamısı hansısa formada bir konvertasiya olunsun və biz onları oxuya bilək. Mümkündürmü? Mən o barədə danışmaq istəyirəm, Akif müəllim. Çünki bu günləri internet insanları birləşdirir. Bu çox yaxşı haldır. Amma biz demək ki, biz ümumiyyətlə ictimaiyyət də bilir ki, bizim tarixi həm onun o diasporanı qoyulan bir tərəfə Azərbaycanın özündə də müxtəlif qrafikalar olubdu, kiril olubdu, ərəb olubdu və başqa qrafikalar olubdu. Ona görə özümüzdə də o müəyyən dillər, müəyyən qrafikada yazılmış materiallara çıxış imkanlarımız zəifdir və nəsillər arası o əlaqə kəsilir. Çünki biz əvvəlki o qrafikalarda olan materialları oxuya bilmirik, yeni nəsildə biz oxuduğumuzu oxuya bilmirdik. Yəni demək istəyirəm ki, nəsillər arası o bayaqlar qeyd etdiyimiz o milli yaddaşın özünün təbəqələşməsi gedibdir. Haqsız ədalət təbəqələşməsi gedibdir və insanlar əvvəlki qrafika oxuya bilmədiklərindən o dillərdə yazılmış bütün o ədəbi inciləri, milli mənəvi dəyərləri demək anlaya bilmirlər. İtiblər. Bu da düşmənlərimizə səbəb olub ki, düşmənlərimiz bizə deyiblər ki, sizin elə tarixiniz ya 19-cu əsrdən başlayır, ya 20-ci əsrdən. Çünki əvvəlki bizim tariximiz, yazılı ədəbiyyatımız itirilibdir. Bu demək Azərbaycanın tarixində, Azərbaycanın özünün daxilində gedən prosesləri mən önə gətirmək istədim. Eyni zamanda dünyanın ayrı-ayrı ölkələrində yaşayan Azərbaycanlılar məlum səbəblərdən ayrı-ayrı qrafikalarda oxuyurlar, indi də oxuyurlar və onlarla biz danışsaq da, müəyyən o ləhcə fərqi olmasına baxmayaraq danışsaq da, birimizi başa düşsək də, amma əsasən yazılı ədəbiyyatı oxuya bilmirlər. İstər elmi ədəbiyyat olsun, istər hansısa bir bədii ədəbiyyat olsun, oxuya bilmirlər. Ona görə də ən böyük problem, çıxış yolu var. Ən böyük problem bundan ibarətdir ki, bu günləri internet insanları birləşdirir. Bu günləri artıq biz elektron poçtdan bir-birimizə yazışma aparanda onun yazdığı qrafikanı mən oxuya bilmirəm, mənim də yazdığımı o oxuya bilmir. Bax, problemin həlli bundan ibarətdir ki, bunu demək anlaşılan problemdir. Arzu olunur ki, elə bir sistem düzəldilsin ki, bütün bu kitablarda olan materiallar avtomatik olaraq bir düyməni basmaqla o qrafika dəyişsin, o əks tərəfin qrafikasına çevrilsin. Bizim institut bu layihənin üzərində işləyir. Diaspora İşləri və Dövlət Komitəsinin sifarişi ilə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiya İnstitutu bir transliterasiya deyilən, bu problemin adını transliterasiya problemi deyirlər. Transliterasiya proqramını həyata keçirən bir belə proqram məhsulu hazırlamışıq. Yəni bunun köməyi ilə bütün dünya Azərbaycanlıları arzu etdiyi qrafikanı aktivləşdirməklə o ekranda olan məlumatı, veb saytı olan məlumatı öz arzuladığı qrafika çevirə bilir. Yəni bu günləri onsuz da elektron kitabxanalar, onsuz da kitabxanalarda olan bütün kitablar, istər əski əlifbada olsun, istər kiril əlifbasında olsun və s. bütün bu kitabların hamısı get-gedə elə bir ki, elektronlaşır, elektron kitabxananın resursuna çevrilir. Ona görə də bizim tərəfimizdən hazırladığımız həmin o konvertasiya proqramları, o çevirici proqramlar vasitəsilə
demək olar ki, dünyanın əksər qrafikaları üzərində bu əməliyyatı apara bilir. Ona görə də bu yaxınlarda biz Azərbaycan ictimaiyyətindən, bütün dünya Azərbaycan istifadəsinə həmin o konvertasiya proqramını təqdim edəcəyik ki, o veb saytların küncündə həmin o düymələr olacaq ki, məsəl üçün ekranı açırsan, mən məsəl üçün ərəb qrafikasını bilmirəm. Amma o ərəb qrafikasını əgər mən məsəl üçün Latin qrafikası oxumaq istəyirəmsə, onu aktivləşdirirəm, ekran dəyişir, olur Latin qrafikasına və bizim qrafikasını oxuyursan və əks proses də gedir. Rasmən, bu çox böyük iş olacaqdır. Yəni bu həm elmin böyük bir nailiyyətidir və bu həm də sizin institutun Azərbaycan xalqı üçün gördüyü böyük bir iş olacaqdır və biz ancaq arzu eləyə bilərik ki, bu tezliklə istifadəçilərin verilsin ki, istifadə olunsun. Ümumiyyətlə mən belə baxıram, bizim söhbətimiz o qədər belə tutumludur ki, yəni içərisində o qədər informasiya var ki və sizin də dediyiniz məlumatlar o qədər geniş fikri yayır ki, biz bəlkə də saatlarla danışsaq bu mövzu bitən deyil, amma təbii ki, hər bir şeyin özünün zaman ölçüsü olduğu kimi bizim proqramın da zaman çərçivəsi mövcuddur və o artıq sona yaxınlaşmaq üzrədir. Mən istərdim bir yekunlaşdıraq və biz bu günləri dünya Azərbaycanlılarının həmrəyliyi ərəfəsindəki bu verilişimizdə heç şübhəsiz ki, bütün dünya Azərbaycanlılarına müraciətlə onları Azərbaycançılıq ideyası ətrafında birləşməyə, daha sıx birləşməyə, Azərbaycana xidməti daha da fəal aparmağa əlbəttə ki, arzu eləyirik, bildiririk və eyni zamanda həm Yeni il bayramı münasibətilə, həm Azərbaycanlıların həmrəylik günü münasibətilə bütün televiziya tamaşaçılarını, bütün dünya Azərbaycanlılarını təbrik eləyirik, heç şübhəsiz ki, onlara uzun ömür, can sağlığı, xoşbəxtlik arzu eləyirik. Və mən həm televiziya tamaşaçıları adından, həm bizim yaradıcı heyət adından bizim verilişə zaman ayırıb gəldiyinizə və belə gözəl, maraqlı informasiyalar verdiyinizə görə, müsahibənizə, söhbətinizə görə sizə də təşəkkürümü bildirirəm. Çox sağ olun və sizə də yaradıcılıq uğurları, elmi nailiyyətlər arzulayıram. Siz ictimai həyatın çox fəal bir iştirakçısı kimi sizi daha da yüksək zirvələrdə görmək arzusundayıq. Hörmətli tamaşaçılar, bununla da bizim zaman və məkan proqramımız sona çatır. Mən hamınızı bir daha Dünya Azərbaycanlıların həmrəyliyi günü münasibəti ilə təbrik edirəm. Yeni il münasibəti ilə təbrik edirəm. Bu yeni ildə hər birinizə böyük uğurlar, xoşbəxtlik, ailə səadəti arzu edirəm. Hesab edirəm ki, yeni ildə bizim görüşlərimiz davam edəcəkdir və biz sizinlə və bizim bu yaradıcı qrupumuz Azərbaycan Televiziyasının Mədəniyyət kanalında sizə daha yeni proqramlar təqdim edə biləcəklər. Sağ olun, gələn görüşlərədək. Sağ olun. Sağ olun.